İmam Səccad Əleyhisselamın bir rəvayətində var, dünya iki cürdür. Dünya, dünya iki dənədir. Biri dünyadır ki, məlunə adlanır. Dünya məlunə, dünya bəlağ. Dünya məlunə nədir? Dünya o məlunədir ki, sənə deyir ki, sənlə müamilə edir. Dünya da bir tacirdir, əslində sənlə müamilə edir. Deyir ki, istəyirsən sənə bir şeylər verim, istəyirsən sənə özümdən bir nemətlər verim, sənə bir müamilə eləyirəm. Sən qəlbini ver mənə, əgər dünya üçün çalışırsansa, hədəfin dünyadısa. Qəlbini ver mənə, mən dünyadan biraz sənə verim. Dünya bir qoca tacirdir də, insanla belə bir müamilə eləyir. Və sən qəlbini verirsən dünyaya həqiqətdə, dünyadan qazanmaq istəyirsən, ya dünyadan qəlbini ona verəsən, təqdim edəsən. Amma bu qəlb nə olmalıdır? Bir qəlb ki, orada Əhl-i-Beytin məhəbbəti olmalıdır. Qəlbi haramullah, Allahın haramı olmalıdır o qəlb. Sən onu təqdim edirsən dünyaya, dünyadan biraz mənə verirsən. Amma bir nədə dünya bəlağ var ki, orada bəli insan çalışmalıdır, insan dünya üçün də çalışmalıdır. Bəzən biz dünya barəsində danışanda belə başa düşülməsin ki, dünyanı qoyaq kənara, tərki dünya olaq. Xeyr, bu mənada deyil. Qəlbimi vermə dünyaya. Yoxsa dünya üçün çalışmaq lazımdır, halalından qidalamaq lazımdır və ailənin nəfəqəsi üçün çalışmaq lazımdır. Hətta bunlar özü ibadət hesab olunur.